Hər kəs salam, kanalıma, videoma xoş gəlmisiniz. Sizinlə yeni bir vloga başlayırıq. Anam burada bizim üçün səhər dadlı pankeklər pişirib. Dostlar, indi anam çocuk xəngəli eləyir. Xəmir ilə bölç olmalıymış. Məncə də belə yoğursan, əgər ama çətin deyə əlinə. Əlim qırıldı, Allahım. Mən davam eləyim. Ucu alınır. Məncə də.
A-M akorudur Zəhra. Bax, A-M akoru. C akoru da bax belə. Əgər keçiş eləmək istəsən, A-M, C. A-M, C. Sadəcə bir hərəkət. Yaz ki. Dedem var. Çok Kanallar en çok uşaqlar baxmır 10-11 yaşında. En çok 25-34 yaş. En büyüksü. Burada var da bilende. Ha, bunlara verdim. Yumurta var idi. Nerede olur? De kızardı orada. Defolup gedəndə mən sevinəcəm. Qurtarmadı bu yazıq. Qurtardı. Heç kim arka kadrları gör. Dostlar, burada demək istəyirəm ki, yəni ayağının halına baxın bunun da. İndi pişirliklərinə baxın. Burada da mama axsa-axsa yeriyir. Deyirəm, Ayna, gəl çəkim sənin YouTube'a qoyum. Görsünlər də. Durduq yerdə anam durdu ki, onu pişirəcəm, bunu pişirəcəm. Dedim, yəqin zarafat yerdə. Durdu, həqiqətən də pişirdi də. Halal olsun. Qurtarıb. Pasın adam varsa sizə heç Yəni 4 də yaxşı, neçə puan versən? 5 üzərindən. O kimindir? Hə, 4 verəm. Bu vlog uzun vlog olduğu üçün bu vlogda 2 dəfə nənəmgilə getdi. Anam nənəmgilə belə biçənlər pişirdi. Nənəmgildə əmim oğlun, əmim qızının, əmim qızına falan belə mahnı oxuyaq deyə o boyda yolu gitaramda apardım. Bu arada bu da bizim evimizin yaxınlarındakı bulağın şəhidləridir. Allah rəhmət eləsin. Bütün Naxçıvan gedək. Biz Naxçıvan gedəndə burada yük aparmışdıq.
Həm də o günü bacımın zirvə kursu var idi. Bacımı qoyandan sonra getdik. Belə yolda turşu gördük. Turşu ürəyim istədi. Xiyar turşusu aldıq. Ondan sonra girdik bir dənə dönər yerinə. Dönər falan yedik. Sən kimsin? Xiyar mı yedin qızım? Biz yenə bir qoymadan əvvəl onun yanında bir dənə sırğa yeri var idi, yəni bijuteriyada. Oradan bacım belə bir şey aldı, amma bilmirdi də hələ ki bu parfüm elə bildi ki sürpriz kutu falandı da. O onu aldı. Mən də 2 dənə sep aldım. Biri öz rəfiqəmə, biri də mənə arkadaşlıq şeyi kimi. Burada artıq nənəm bildi, əmim oğlumla öz telefonla belə bir şeylər çəkirəm. 5-də. Çok yapışadı. Kamil kim dost? Mehribanlık saadettir, mehribanlık saadettir, saadeti yaşadanır. Alışır ki mehabbeti, alışır ki mehabbeti, mehabbeti yaşadanır. Üstümüzden geçti küre, üstümüzden geçti küre, sen zarafat şiirin küre. Biz mehriban aileyiz, biz mehriban aileyiz, gelin dostlar değer küre. Biz mehriban aileyiz, biz mehriban aileyiz, gelin dostlar değer küre. Su içirsən. Hə, baxırsan. Vay deyəcək. Çevir. Bax bunu qoya bilərsən. Hadi açıq. Böyle çek bence.
salak, yemin ederim geri zekalı bu çocuk ya. Basma basma. Basma, al kırdın. Al. Ben sana basma dedim. Dostlar, anam belə daddı. Pizza pişirdi. Görürsüz belə ilk dəfədə çörəkdən hazırlayıb, bunu yoxlamaq istəyib. Görək dadı necədir. Dostlar, pizzanın dadı həqiqətən çox yaxşıdır. Burada taşacaq bir dənəsə baxıram. Pizzanın dadı dadlıdır. Təbii ki, xəmirdən olunandan dadı vermir, amma belə evdə xəmir eləməyə vaxtınız yoxdursa, çörəyin üstünə belə ərzaqlar töküb bu cür belə də pizza alındıra bilərsiniz. Məncə ən azından şey eləmək üçün yaxşıdır.
şeydi. Yandı. Bu. İşte. Ne şeydi? Test ediyoruz. Güya dirilir onu. İçinde kadar haberler hamur olur, biraz şey olur da. Necə olur? Hamuru belə şey olur da. Yumuşalır. Pişip. Şimdi işte tekrar. Sen gelmez orada kalacak. Hayat koyayım da. Serde yeri buradayız. Anam qaşını aldıma gedəndə belə bir şeylər aldı gələndə bizim ən sevdiyimiz şirinlər belə arbeni çayımızla içirik. Qardaşımın özünə bir şkafıdır. Yəni bu da bacımın şkafıdır. Çox göstərməyəcəm. Bu alan onlara aiddir. Zibillirlər, eləyirlər. Nəsə kağız zad bir şeylər düzəldilər. İndi bu belə bir şey düzəldib. Dəftər özündən. Bura mənim toxuma sapımdan belə bir şey keçirdi. Bunu keçirmək üçün altına nə qədər skoçlamışam. Skoç da pis görünürdü. İndi təzədən bura kley yox idi. O skoçla bu skoçla eləyirik. Belə ürək kəsdim ki, çox da sırıtmasın. Olsa bu şkafıda pis olsa da var. Burada da o sintifon var ya, squishy eləyib. Bunlar ölürlər, vəbşə bu squishy özləri eləyirlər. Vaxtım olmadı bunu şey eləməyə. Çox vaxtım olmadı ki, hamısını belə eləməyə. Axırda yola vermək üçün belə X şəklində belə elədim. Güya bizim məqsədimiz o skoç izlərini biraz olmasa adam kimi eləmək idi. Daha da pis günə qoyduq. Nəysə, eyb yox, onsa bunun şkafıdır. Bu da ki steci, hər yerə bunu qoyur. Hansı sənin stecin özü? İçində? Bu dokunma. Yaxşı. Evi daha çox pis günə qoyur. Amma şkafını sərgiyə saxlayır. Bu da sonu. Sonra. Şey gibi oldu. Gibi. Bu da mənim yazın şkafıdır. Burada ancaq dəftər kitablarımdır.
şöyle. Biraz şöyle bakalım biraz. Ayıp. Tendir tendirdi. Bu tuzdan hep ne olur? Bu da. Nefis ya. Yoksa indi tuz yoktu diye. Ama o dadı böyle üzü yumuşaktı da. Biz dün marketten bu böyle kızartma 4 manata aldık. Ama bunun hamısına sütümüz şey değil mi? Süt gitti. 4 litre süt sadələdi. Bu kadar çıktı. Bizde 4 litre sütdə. Ve bu kadar sok çıxdı. Yani ne kadar sərf edir. Əlavə də bunu hem pendirin suyu olarak istifadə edəcəyik. Hem də ki biz nəsə çörək pişirəndə, bulka pişirəndə bu cür şeylərdə bundan istifadə edəcəyik. Doğğa da eləyə bilərik. Elə tuzlamalıyıq ki, hər tərəfi tuzlanmalıdır, boş yeri qalmamalıdır. Biz bir qaldı gözümüzə görə boş qalan yeri tez xarab olurmuş, salırmış. İndi ilk pendirimizdən, bu bizim ilk yemeğimizdir, daha doğrusu ananın. Çekil de bu. YouTuber. Çekil. Çek gel. Diş çəkir. Zəm sən də çəkdir, hazıra nazır səni. Mən sana atmayacağım kadrları. Hazıra qoyulur. Neçə gündür belə mən çəkirəm ki, aparsan mənə. Nasıl sormadı? Tuzunu az vermiş ha. Nerede bulmaca? Ha? Şuraya da gel. Başın değer oğlum. Bir o kalma kalsın. İstedi ya. Bak. Yavaş. Sağ ol aferin. Al Kenan. Yersen al. Ama ben sen biraz düzdün mü sen? Hadi. Mən isə biraz tuzda. Bir çöreği de. Pendirin yarısını tutar. Pisti. Niye yemedim? Düzdür dostlar, belə yeyilmir. Hər dəfə yerində tuz dökülür, amma biz tez yemək istəyirdik. Vatan sağ olsun. Vatan sağ olsun. Onu da içine soktu işte. Bu elinde ne?
daha qəşəng düşür. Həyatda daha qəşəng düşür. Əsl təndir çörəyi. Baxın. Qaynar böyle. Biz pendiri doğradıq. Bizdə porsiyası az olur deyə, biz də tez yedik deyə heç suya qoymadıq. Çünki zaten porsiya azdır. Az olduğuna görə dediyim kimi suya qoymadıq. Eləyəndə ağır açıq şəkildə qoyduq xladilnikə. Üstündən bir gün keçib daha da qurumasın deyə. Qoyduq belə bir ağzı bağlı konteynerə. İndi yoxlayacağıq ki, necə o dadlı olur. Bu çörək kendini söndürdü. Hə? İndi bu anamın özəlləri hazırladığı çörək, bu da özəlləri hazırladığı pendir. İkisi bir yerdə dadı. Sana gelip danışıp işleyeceğim. Bunun anası da zəhmətkeşdi. İndi bu özünü söyleyeceğiz. Sen düşdük Xalid'e bakarsan. Özünü zəhət Ben göstər. özüm işləyəcəm inşallah. İşte Xalid, indi Buradan bir çox bakarsan, xahiş edirəm, çox xahiş edirəm artıq dərəcədə xahiş edirəm. Yəni bir nətərdən çalışma, mən iş olsun işləyəcəm. Herkese selam. Bugün istenen bir yerde seni dert etmeden söyleyeyim. Belki onu belki videoda batımın o iğrenç mahsından sonra şimdi benim mahmum özü senin. Bazen bana gelir gider seni dert etmeden seni benim kalbim sevmeden yıldızların hırsızıyım. Tutamam hey beni bir gün başka bir evrende en güzel halinle sen hayata kıyışkan daha değil. Hiç gerek yok daha fazlasına zaman tutmaya fezaylaşmaya yine de kaldılar. Yine de kaldı sen varken tattım gösterdiğin şeyler. Abone ol, like. Bura baxın. Saxlayacaq bu gündə də. Defoldan gəldi. Saxlamada dövlətin dalınca. Uykun gelmiyor diye gözlerini suçlama. Belki de beklediğin uyku değildir cicik. Ahlelele ahlelar, ahlelele ahlelar, ahlelele ahlelar, ahlelele ahlelar. Gelir. Mən elədim sən. Onu eləməz. Ben evde sen. Sən mənə getir. Almaz xanım narahat olma. Gəlib tapacağım. Səsin qırıq gəldi, kəsildi. Narahat olma. Mənlə.
Hamıya salam. Bizdən bir yerdə, əmim oğlundan bir yerdə, bir yerdə qərarlaşdırıb Azərbaycan yeməkləri seçəcəyik. Plov. Plov. Plov deyil, bu şeydir. Plovdur da plov. Hə, başı da altılıqdır. Şey, nə deyirlər onda? Gök tavuk. Gök tap. Özür sümüklü. 3-3. Onda mən çox da sevmirəm də, gəl 4 olsun. Hazırda başı soyurlar, ət kəsəndə, mal kəsəndə. Deyirsən piti Başında deyirlər orada buna. soğurlar, ət yedi, maşına çəkib də... Hə, piti heç yeməmişəm, ona görə. Yox. O baş... Nənə söhbətimiz YouTube-a düşəcək. Oo, Azərbaycan. Bax da, o da telefona baxdı. Hüyə. Bir. Kabab. Kənan. Oraya girir. Ay Kənan. Badımcan deyə, badımcan. Badımcan deyil. Bildiyin but Başını tutum orada. Kənan. Git baban yanında otur, televiziya bax, telefona bax. Diğer. 3 bacı, 2 ya da 3 fərq yoxdur. Xoşlayırsınız 3 bacı? Mən xoşlayıram. 2. Tabaka. Bildiğin toyuq. Dil toyuq. Ne doğa. Doğa yaşayanda. Be. Bu yaxşı qaldı. Az indi. Bir də eləyək, bir də eləyək. Bunu part 1 eləyək, o birisi part 2 eləyək. Hamıya salam. Bugün Qapını Bir-birinə baxırlar, yoxsa qorxur. Qorxurlar ki. Bir-birinə baxır, Soruşma gerək ya. Heç nə gəlmir. Ağızdan nə? Biz belə dur, qəşəng düşlər, düzdür. Olan şey. Badımcan da olmaz. İcazəsiz olmaz. İçini mən xoşlayıram. 6. İndi bir-birinə bir şey xoşlayıram. Gəl sən qırağını verən var ki, içində xoşlayıram. Kim bitir? Məsələn, orada yemək verirlər, deyir, mən içini xoşlayıram, nə bilim. Biz belədir, düzdür. Yəni lavaşında normal bir şey. Normal lavaş. 2 qoy. Turşulara nətər oldu? Yaxşı, xalacan. Mən bir axı olmadı məncə. Xalacan nətər? Yox. Yox. 4. Mən xoşlayıram bunu. Çox qoymuram, toz torpaq olur. O qədər. Niyə? Yəni olsa da olar, olmasa. Olmasın. Kim gücüm tutar. Baxmırsan üzünə. Mən işdə oluram, Bir elə bax. çox istəyirəm. Sapağın ağzına çıxır. Abunə ol. Altı əmim oğlunun da kanalını etiketləyirəm, abunə ol. Qoymamısan. Hamıya salam. Bugün əm qızla bir yerdə turşu sıralayacağıq. Buna turşudur. Bamya. Bamya. Yeməmişəm. Dadını Deyirəm, bir bulanır. Deyirəm, ye yaxşılardan yaxşı. Altı turşusu. Yeniyim ben. Yeməmişəm, amma dadı onlar deyirlər. Yaxşı yeyirdi ki. Necə yetdi? Meyvə zaten şey. İndi almanı pişirirəm. Bana. Hayırdır? Çilik. Sevməm, amma Bizdən 5'də durur. Akşam Yəni ən azından çoğundur. olsun. Məncə 3-dən 1 arasında 4 dolar. Kök yeməsən? Çox gözəldir. Məncə 5 olsun. Sarmana ayrılır şey. Nasıl yemişəm? Ay. İçeriz. Badımcan dolması mənim anamın eləyib, mən yeməmişəm. Məncə. 30 manata. Hə. 10 euro falan. Elə bu işdir. Mən xoşlanıram ama. Deyir. Xiyarı gözləyirdim mən. Hamıya salam. Bugün əmin qızının sevdiği ev işlərini sıralayacağıq. O seçəcək. Güzgüləri silmək, camları silmək. Güzgü olsa sevərəm, camlar olsa sevərəm. Bu desən camdır. Ortası neçə olar? Ortası. 5 ya da 6. Tulla. Mama, patronla deyir, bəs deyir. Ne? Yatağı düzəltmək. Pakravallar yığmaq. Həmişə elədiyim bir şey deyil, amma həvəsim düşəndə olur. Eləməyə görə yox. Ya sevirsən, ya sevmirsən. 5. Tamam. Gəlsən almaz idi. Ütüləmək. Çağırdılar ki, Nə bəcərəməm getdi. bir sumka paltar, maltar, hə? Yerlər silmək. Pas. 9. Sizə? O 7. Tost oynamaq. 3. Üç rəqimlərin içinə belə silmək. Tamam rəqimləsin içinə. Öz əşyamın tərəf, üstozad, şkaf, özüm amma özümə aid bir şkaf. Yox, tualetin rəqimlərini təmizləmək, silmək. Sürtmək falan. 4. Çox olmaz. İndi 3 tane uşağı var, ailəsi, bir gözəl Yemək ailəsi. pişirmək. Birinci yer qaldı, ikinci yer. 8, 10, bir də birinci yer qaldı. 8 qalıb. Hə, 8 və 1. Həyəti süpürmək. Bir də nə qaldı? Bir də 3 tane uşağı da var. Xalçanı təmizləmək.
Mən yaşıb deyil. Yaxşı, və bunların içində səncə sənin bir üzüm şu. Səncə bunların içində şeydir. Sənə birin nə olardı, sənin birin? Mənə görə yemək pişirmə ya da yerliləri tost olardı. Amma bizim sonrama belə oldu. Abunə ol. Bu yavanlıq eləyir, az dolu. Dedi ki, Biz evə gəldik. Gələndə bu cür şeylər aldıq. Daha doğrusu nənəm gülə gedəndə pramay aldıq. Bunlar xurmadır. Hərəsindən biraz götürdük. Xurma. Bu innat, belə balaca olanlar. Bu hə? Caval qurusu. O nədir? Bu ne? Qaragülə. Qaragülə. O nədir? Sirinç. Mərcik. Mənim canım. Bu hobi. Ən sevdiyim. Bir də gələndə, bu bir də araxis. Nəsə. Baxın belə. İndi bloger Zinət də çəksin.